Neftçinin 15 yaşlılardan ibarət komandası çempionluq yolunda növbəti oyununa çıxır. İkinci mərhələ start götürdükdən sonra 7 oyunda maksimum nəticə göstərən Ağqaralar 21 xalla turnir cədvəlində vahid liderdir. Son 3 turda əldə olunacaq bir qələbə Neftçiyə U15 liqasının çempionu adını qazandıracaq. İkinci mərhələnin 8-ci turundakı rəqib EFA kollektivi olacaq. Baş məşqçi Eldəniz Məmmədov və futbolçular Əli Musayevlə Əkbər Nağıyev bu mərhələdəki nəticələr və növbəti maçla bağlı fikirlərini bildiriblər. 3 tur qalıb, 3 tura minimum 1 xal yığmalıyıq ki, çempion olaq. Amma ki, biz hər 3 oyuna, o birisi oyunlar kimi necə lazımdır hazırlaşacağıq. Əsasən də biraz az oyun şansı verdiyimiz oyuncular var. 3-4 dənə onlara da şans verəcəyik ki, bu çempionatda bütün uşaqlara çalışdığımız qədər eyni qədər oynama şansı verək. Tam ciddi hazırlaşmışdıq bu oyunlara. Yuxarıda 3 dənə oyuncumuz var idi. Sultan, Qafar, Emil. Onların üçünü də artıq elə bu final mərhələsi başlayandan qatdıq məşqlərə. Onlar da effektiv oldu. Bütün uşaqları belə deyək ki, ad-ba-ad deməzdim. Hamı yaxşı, ikinci hissə girənlər, əsas heyətdə çıxanlar, qapçılardan tutmuş, ikinci heyətdə çıxan oyuncularımıza kimi hamısı bir 90% razı qaldım uşaqların performansından. Özləri rotasiyalar eləyirdik əsas heyətdə. Yaxşı getdi. Düzün deyim, bizə həyəcan yoxdur. Biz çox yaxşı hazırlaşırıq, hər məşqə ciddi yanaşırıq, inşallah qələbəni düşünürük. Belə bütün oyunlar çox vacib oyunlar idi, həyəcanlı oyunlar idi. Amma bizim müəllimimiz, biz hər komanda kimi yaxşı hazırlaşıb, hər oyunu yaxşı hazırlaşıb qələbə qazanmağı düşünürdük. Biz bütün komandayla yaxşı hazırlaşırıq, boş çıxmamaq istəyirik. Biz EFA-nı udub çempion rəsmiləşmək istəyirik. İnşallah da udacağıq. O bir sonra da udub böyük bir ruhu yadda saxlamaq istəyirik. Yəni boş çıxmır, bütün məşqlərə ciddi hazırlaşırıq. Qeyd edək ki, flaqmanın çempionluğu rəsmiləşdirə biləcəyi EFA Neftçi maçı aprelin 19-u saat 12-də Milli Aviasiya Akademiyasında keçiriləcək və Neftçi TV-də canlı yayımlanacaq.